İkinci, əhl-i sünnətdən çıxardan ikinci əsl isə masdarut tələqqidir. Yəni, əqidəsini haradan götürür? Biz bu barədə əhl-i sünnətin mövqeyini izah etmişdik ki, əhl-i sünnətin məsdəri əqidəsini götürdüyü yer Qur'an və sünnətdir. Əhl-i sünnə əqidəsini Qur'an və sünnətdən götürür. Və Qur'an və sünnəti də sələfin başa düşdüyü kimi başa düşür. Mənhəcül istidləri başa danışdıq ki, əhl-i sünnə dəlilləri cəm edir, həmçinin mütəşabihləri muhkəmlərə qaytarır, əhl-i sünnə nəqli ağıldan üstün tutur və digər biz qaydalar zikr elədik. Qur'an sünnə məsdəri, Qur'an sünnə olmaq şərti ilə və Qur'an sünnəni başa düşmək üçün o Qur'an sünnədən əqidə dəlillərini çıxartmaq qaydalarını izah etdik. Kimin məsdəri Qur'an və sünnət olmazsa, Qur'an və sünnəti məsdər olaraq görməzsə, o əhl-i sünnə deyil. Kim desə ki, mənim üçün məsdər ağıldır, necə ki, bəziləri qalxıb deyir, filan məsələdə ağılım mənim bunu qəbul edir, hətta Quranda ayə olsa belə mən onu inkar edərəm, Peyğəmbər s.ə.v bunu desə belə mən inkar edərəm. Yəni, bu şəkildə cürətkarcasına deyirsə, bu insan biz necə əhl-i sünnə deyək? Bu bidət əhlidir. Bu insan azmış bir insandır bunu deyən. Yəni, buna görə də mütləq əhl-i sünnətin qoyduğu bu iki qayda var. Məsdəri əqidə olaraq əqidə məsdəri olaraq kitab və sünnəti götürmək, onu sələf-i salihin fəhmi ilə başa düşmək çox önəmli bir məsələdir. Çünki o insanlar bugünkü günü Qur'an sünnəti tam kənara atırlar. Biri deyir Qur'an dəyişdirilib, biri deyir mən hədislər sonradan yazılıb, qəbul etmirəm, hədis inkarçıları. Bunlar hamısı heç biri əhl-i sünnətin yolunda ola bilməz. Onlar hamısı əhl-i sünnətin yolundan azmış insanlar və yaxud deyir ki, biz məsubların sözünü qəbul edirik və yaxud deyir ki, təriqət şeyxlərinin sözünü qəbul edirik. Onlar hamısı azmış insanlardır. Və yaxud insan deyir ki, mən Qur'an və sünnəti qəbul edirəm, lakin başa düşməkdə sələf-i salihin fəhminə qayıtmır. Onların başa düşdüyü kimi başa düşmür. Məsələn, Allah Teala Qur'an-ı Kərimdə buyurur: وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ Kim Allahın hökmü ilə hökm verməzsə, onlar kafirlərdir. Bir təkvirçi qalxır deyir ki, bax Allah Teala deyir bunu. Qur'an-ı Kərimdə deyir ki, Allahın hökmündən hökm verməyənlər kafirlər. Deməli, Allahın hökmündən verməyən bu hakimlərin hamısı kafir oldu. Nə hardan çıxartdın? Deyir, ayədə deyir Allah Teala. Deyir ki, gəl sələf-i salihin fəhminə qaydaq. Baxaq görək sələf-i salih necə başa düşüb bu ayəni? Deyir, xeyr, mən ayənin zahirini mənə yetərlidir. Ayənin zahiri bizim üçün kifayətdir ki, yəni o insanlar nədir? Kafirdir. Və biz deyir ki, baxaq görək Peyğəmbər s.ə.v-in tələbəsi olan Abdullah bin Abbas radiyallahu anh nə deyir? Bu ayə belə deyir ki, bu sizin zənn etdiyiniz küfür deyil. Bu sizin başa düşdüyünüz küfür deyil. Bu küfür, yəni kiçik küfürdür. Və İslamdan çıxartmayan bir küfürdür. Və bu sahabələrin təfsiridir. Əgər sən sahabənin fəhmini kənara qoyub başqa bir şeyə gedərsənsə, artıq əhl-i sünnətin yolundan azmış olarsan. İmam Əhməd rahimehullah buyurur ki, bizə görə sünnənin əsasları odur ki, o Allah azze və cəllənin kitabına və Peyğəmbər s.ə.v-in sünnəsinə sarılmaq, onunla tutulmaq və bidətləri tərk etməkdir. Və Şeyx-i-İslam İbn Teymiyyə rahimehullah buyurur ki, فَعُلِمَ أَنَّ الشِّعَارِ أَهْلُ الْبِدْعَ وَتَرْكُ اِنْتِحَالًا اِتِّبَاءَ السَّلَفِ Bidət əhlinin deyir ki, bizə bəlli olan odur ki, bidət əhlinin şüarı sələfin yoluna tabi olmağı tərk etməkdir. Sələfin yoluna tabi olmağı tərk etməkdir, bütün bidət əhlinin şüarıdır. Deməli, o insanlar ki, Qur'an sünnəni əqidədə özünə məsdər götürməzsə və sələfin fəhmi ilə başa düşmək istəməzlərsə, onlar əhl-i sünnə dairəsindən çıxarlar. Bu da ikinci əsas.